Salam, hər birinizi xoş gördük dəyərli izləyicilərim. Bugün yenə də Lerikdə bir neçə istirahət mərkəzlərində olduq, gəzdik, bir qədər dincəldik, axşamüstü yenə də xalamgilə qayıtdıq. Allah bağınıza bərəkət versin ay xala. Xalamgil öz bağlarında öz zəhmətləri ilə, əllərinin qabarı ilə əkib becərdikləri kartoşkanı çıxarırdılar. Bu dəfə də çox belə marağımıza səbəb oldu. Kartoşkanı çıxararkən belə bir gördüyünüz kimi ürək formasında kartoşka çıxdı torpağın altından. Çox maraqlı idi. Təbii ki, ilk dəfə idi ürək formasında kartof görürdüm. Çox marağımıza səbəb oldu. Bugün Züleyxa anamız bizim üçün Lerikin məşhur şirniyyatlarından olan zeyrən çörəyi hazırlayacaq. Buyur ana, söz sizindir. Kızım, bu 2 kilo undur. Zeyrən çörəyi bişiririk biz. Əvvəl tökürük 2 qaşıq duz buna. Sonra tökürük, doroş tökürük, maya tökürük. Bu da 2 qaşıq maya. Getdi. Sonra tökürəm sarı kök. Bu da sarı kök. Belə bəsdir bu. 2 qaşıq da pusot tökürük biz. Bu zeyrən xəmirinə. Bu getdi belə. Bu da onun yağı, yağ da əritmiş yağ tökürük. Kərə yağı da ana, Kərə düzdür? yağıdır. Elə bil ki, yarım kilodan biraz azdır. Töktük bunu. Kərə yağın tortasıdır. Bunu da tökürük bu xəmirə. İndi mən bu yumurtaları da sındırmalıyam. Bu xəmirə tökülməliyəm. Bu 4 dənə yumurta tökərəm. Bu xəmirə. Bu da belə getdi. Bu zeyrən çörəyin xəmiridir də, ana, Zeyrən düzdür? çörəyi xəmiridir bu. Sonra içliyində ayrıca hazır eləyəcəyik. İçili ayrı olur, mənim balam. Süd tökürəm bu xəmirə. İndi başlayırıq xəmiri yoğurmağa. Xəmiri yoğurmağa. Bismillahirrahmanirrahim. Bu zeyrən çörəyi, mənim balam, elə bir qız köçürdəndə bişiririk. Zeyrən bişiririk. Bayram payı aparanda bişiririk. Novruzda bişiririk. Qurban payında bişiririk belə. Aparırıq qızlar üçün. Bunun içliyi şirin olur da xala, düzdür? İçli şirin olur. Bu beləçinin şirin olmur, içli şirin olur. Bu xəmir belə olmalıdır mənim balam. Görürsünüz? Çox da qatı olmamalıdır. Çox bərk olmalı deyil xəmir. Yox, belə yumşaq olmalıdır. Bunun zeyrəni qəşəng çıxsın. Çox quru olanda onun zeyrəni quru çıxır. Belə yaxşıdır. Elə biraz sulu qalsın. Çox da qatı olmasın. Südlü xəmirdir. Həm də yumurta var bunda. Bunu təndirdə də bişirmək olur, sobada da bişirmək olur.
Amma təndirdə biraz da suvadan da qəşəng çıxır. Bunun iyisi alamı götürür. İndi xala gəlin həyətində təndir olmadığına görə biz sobada bişiririk bunu. Bişiririk. Bizdən qəşəng yumuşaqdır, görürsən. Pambıq kimi. Xəmirimiz artıq hazırdır. İndi üzərini örtüb. Nə qədər saxlayacağıq xala bunu? İndi bir saat yarım belə bu gəlirmiş. Sonra qızım, bunu içliyi düzəltirik, hazır edirik. Nə lazımdır Yağı içliyi xala? əritdik. Kərə yağı. Hə, isti tökdüm. Doğruş biraz tökdüm ona. Təxmini biraz. Bir damcı da belə. Suyu da tökdüm onun içinə. Şəkər tozumuzu da əlavə edirik. Bunu qarışdırırıq. Bu ərisin tam. Tam əriyəndən sonra un tökərik onun içinə. Bura indi siz təxmini əlavə edirsiniz də xala, hə? Ərzaqları. Elə bil ki, Təxminən nə qədərdir 1 yağ? kilo yağa İçlik üçün. içli üçün 8 qram belə su lazım, şəkər lazımdır ona. 1 kilo ərinmiş kərə yağına ərinmiş 800 yağı. qram şəkər tozu. Ha, şəkər tozu ona lazımdır. Bəs bu maya nə üçün əlavə olunur içliyə xala? Maya o biraz yaxşı çıxsın da, belə boş qalsın. Xəmirin içində belə qatı kimi olmasın da, qəşəng olsun. Ona görə tökürük onu. İndi bunu qarışdırıram, biraz əriyə, sonra un tökərəm onun üstünə. 2 vanil də tökürəm. Onun dadı yaxşı olsun. Qəşəng iyi var bunu. Görürsən? Tökürsən yaxşı olur. Qarışdırıram bunu. 1 kilo deyil, 800 qramdır bu yağ. Buna un tökürəm. İndi bunu ovuşduraram. Zeyranın içi düzəltərik. Qəşəng. Bunu da belə ovuşdururuq. Ha, bu içli yerə çox olursa, qəşəng çıxsın. Olmasa, onun içi sulu qalar, xəmir kimi qalar. Gəl, tam elə dağılsın, tam. Qəşəng olsun. Su tamam əriməlidir onun içində. Şəkər tozu əriməlidir ona görə. Su qalanda o xəmir kimi olur. Bunun içliyi bir növ partlamanın içliyinə oxşuyur, hə? Xala, düzdür? Oxşuyur, hələ onun kimidir. Yəni bunun içi hazır olanı necə biləcəyik xala? Yəni içliyi hazırdır. Bilinir də. Elə bil ki, səs elir, belənçini ovuşduranda o səs elir. Qəşəng. O əriməyəndə o xəmir kimi olur da. Şəkər tozu əlimizin altında tam əriməlidir də burada. Əriməlidir, hə, əriməlidir o. Əriməsə sonra xəmir kimi olar. Yəni o qədər bunu ovuşdurmalısan ki, tam ərisin. Xala, içliyimiz düz 1 saatdır demək olar ki, belə dayanmadan 1 saat olur. çəkir, hə, 1 saat çəkir bunun ovuşdurmağına. Görürsən, xışıltı edir, görürsən. Böyle tam düzəlib. İndi onu belə olmalıdır, valla. Deməli, bunun içliyin hazır İçli olmağını, olmağını belə bilmərsən ki, belədir. səsi biraz Səs, xışıldayır, hə, həm də xışıldır, yağın da rəngi biraz ağarmalıdır. Ağarır, hə. Yağla Dayanmadan, qalanda xəmir kimi olur çörəyin içində. dayanmadan 1 saat bunu belə ovmaq lazımdır içliyi. Qəşəng çıxır da belə. Ta ata-babadan, qədimdən bu var. Bizim analarımız belə zeyran bişirirdilər. Təndirdə. Bunun təxmini, bunun xəmiri eləndə 2 kilo unla xəmir elirsən çörəyin, zeyran çörəyi. İçli də 1 kilo yarım gedir. 2 kilo xəmir üçün kilo yarım içliyə un gedir. Yağ da 1 kilo gedir.
1 kilo xəmirə yoxsa içliyə? İçliyə gedir 1 kilo. 1 kilo. Xəmirə yarım kilo yağ gedir. 2 kilona yarım kilo yağ gedir. İçliyə artıq hazırdır. Hazırdır indi. Bunu yığarıq. Əlləriniz yorulmasın xala. Çox sağ ol siz də. Yoruldunuz. Allah sizə ömür versin. Allah sizə can sağlığı versin. Bu hazırdır. Ya bax, görürsən nə qəşəng gəlib. Zeyrənin xəmiri belə olmalıdır. Qəşəng gəlib. Bunun köndənliyi çox da böyük olmaz. Çox da xırda eləmək olmaz. Çox da yekə olmaz. Balaca belə. Orta qəşəng çıxsın onun zeyrəni. Bunun xəmir elədi pambıq kimi. İki cür eləyirik bunu. Biri cür uzun suf eləyirik. Biri də girdə eləyirik ki, birindən nozaq deyirik. Biri də girdə deyirik. Zeyrən çörəyi. Formasını 2 formada eləyirsən xala. Həm yumru formada, həm də ki biraz uzunsa formada. İndi 2 cürdən eləyərəm. Bundan da eləyərəm, ondan da. Bu zeyrənin xəmiri nə qədər belə yumşaq olanda onun çörəyi qəşəng çıxır. Bir də içliyinə xala mən diqqət elədim. Yağı isti halda tökdünüz, əlavə elədiniz. İsti. İsti olmalıdır içliyə yağ əlavə eləsən. Kərə yağını qızdırırıq, istidirik, isti əlavə eləyirik. Sonra şəkər tozunun içərisinə əlavə eləyib qarışdırıb şəkər tozu. Onun ayranı gərək ondan ayrılsın. Ayranla tökmək olmur. İçlikdə. Ayranla tökmək olmur. Ayran onu xəmir kimi eləyir. İçliyi hazırlayarkən yağı, kərə yağını dağ etdikdən sonra mütləq onun ayranını yığmaq lazımdır. Amma xəmirə fərq etmir. Yox, xəmirə fərq eləmir. Xəmirə tökürsən. Hələ bəzi adam qatıqza da tökür. Xəmirinə? Xəmirinə, hə. Onda xama da əlavə eləmək olur, hə? Xama vurmaq olur, hə. Xama vururuq. Ancaq mən vurmuram da xama. Beləçinə qəşəngdir. İndi bunları kündə almalıdır da xəmirlərimiz, hə? Üzərini örtürük. Hə, örtünüz biraz gəlsin. Sonra içi salarıq. Bir dənə köndə götürdük, bu daha. İndi mən bunu düzəltirəm, iç qoyuram bunun içinə. Bunu belə hamar eləyirəm. Vilkəlirəm belə. Buna da duzlu su vururam. Bu da onun içi. Belə qoyuruq. Bunu belə bükürük bir daha. Buna biz deyirik girdən zeyrən. Bu girdə olur. Yumru. Dairəvi formada. Dairəvi formada olur. İndi bunu düzəltirəm uzun sof. Bunun adı da olur nozak. Uzun sof nozak buna deyirik. Orta hissəsini çox yaymırıq, hə xala? Biraz qalın qalır. Qalın qalır belə. İçliyi qoyuruq ona görə. Hə. Bu duzlu su nə üçündür? Duzlu su yaxşıdır, yapışsın. İçliyi yapışsın içərisinə görə. Yapışsın, yaxşı olsun. Bu oldu uzun sof. Bunları hazırlayırıq belə. Hə. Yığırıq süfrənin altına. Qoyuruq sürfənin altına. Biraz gəlir. Sonra onun qıraqları düzəltirik. Hə, sonradan qıraqlarını da bükürük. İndi mən bunu götürürəm.
Bunun qırağı düzəldirəm. Elə bil bunun qırağı şəkər börək kimi olur. Bu yumru olanda, yumrudur. dairəvi Ha, olanda. Ha, bu şeydir, zeyrə. Yumru zeyrə. Və belə gətirirəm daha. Maraqlıdır. Qıraqları şəkər börək kimi bükülür bunların. Şəkər börək kimi bükülür onun qıraqları. Bunu bükəndən sonra düzəltirəm belə. Qoyuram. Naxş edirəm. İndi görürsən, beləcə birinci qoyuram. Bu da Bu alt hissəsidir, hə? hə, bunu belə eləyirəm. Alt hissədən Hamar biraz eləmə. yayırıq, biraz Bunu nazilədirik. yayıram. İndi bunu çevirərəm o üzə. O üzə naxş eləyərəm buna. De. Bunun qıraqlar görürsən, görünür. Görünür. Qəşəng. Qəşəng görünür qızım. Əladır, əllərinizə sağlıq, super. Yüzü aşağı yenə belə qoyuruq. Üz aşağı qoyuruq belə. Yenə Bunları da belə götürürük. Uzun sofları. Görürsən, bu da ha. Bunu da belə eləyirik. Onun qıraqları gətirirəm. Bu da şəkər börək kimi. Şəkər börəyin qıraqları xırda olur. Bu biraz iri olur. Bax, bunu sonra belə qoyuram. tərs yüzünə qoyuruq. Hə, Hə. vilkələyirəm belə. Sonra bunu bu da belənçini hamar eləyirəm, yayıram bunu. Daha çörürəm bu üzə. Bunlara da naxış vururuq. Naxış vururam belə. Bu da uzunsov formada olan zeyrə. Uzun su. Qəşəng görünürsən. Əladır. Belənçini vilkələyirəm bunu. Bunları təndirə yapanda necə yapırlar xala? Təndirə elə belənçini yapırsan təndirə. Arxa hissəsinə yəqin su zad vurulur, hə? Hə, buna su vurursan, yumurta vurursan, qapı Üzərinə. vurursan, hə, nə vurursan, bu üzü təndirə yapışdırırsan, belə vurursan təndirə. Ha, bunlar indi mayalandı. İndi bunun üstüne yumurta sürtürük. Qəşəng. Yumurtanın sarısıdır. Sarısıdır. Biraz duru yağ tökmüşük onun üstüne. Sonra koyuruq da tovkanın tavasını. Bu da zeyrə. Bunlar neçə dəqiqə pişir xala? Neçə dərəcədə pişir? 180 dərəcədə 180 yarım dərəcə, saat hə, pişməlidir. yarım saata bişirir. 25 dəqiqə 30 dəqiqə müddətində pişir. 30 dəqiqə bişirirlər. Görürsünüz? Bizim zeyrənlərimiz nə qəşəng çıxır. Görürsən? Belə alınır. Bir listimiz hazır olub. İndi hamısını bu üsulla pişiririk. Qəşəng çıxır. Qəşəng yumşaqdılar. Altı da qızarıb. Belənçinə də bişirmişik. Belənçinə də. Görürsünüz nə qəşəngdir. Tam soysun, kəsib dadına baxacağıq. İndi hələ istidir. Hələ istidir. Qəşəng yumşaq çıxır. Yumşaqdır, qəşəngdir. Əllərinizə sağlıq xala. Allah köməyiniz olsun. Xoş olsun. Allah sizə can sağlığı versin. Çox sağ olun. Və beləcə zeyrən çörəklərimizin də hamısı bişib hazır oldu. Çox dadlı, çox ləzzətli alınmışdı. Tam soyduqdan sonra kəsdik, dadına da baxdıq.
Züleyxa anamıza buradan bir daha öz təşəkkürümü bildirirəm ki, xahiş etdim və xahişimi yerə salmadı. Bizlər üçün, izləyicilərimiz üçün bu zeyran çörəyini hazırladı. Baxmayaraq ki, biz hər bir bişintini bişirərkən təbii ki, qramla, stəkan ölçüsü ilə hər bir ərzağı qeyd edirik, amma anamız keçmiş ağbirçək analarımızdan olduğu üçün təxminən ərzaqları gözyarı olaraq istifadə etdi. Göz haqqınızı halal edin. Sonda isə videonu bəyənməyi, like düyməsinə basmağı unutmayın. Sağ olun.